Axşam karbohidrat yemək sizi mütləq kökəltmir. Və mən bununla razıyam. Karbohidratdan bu qədər qorxmağa ehtiyac yoxdur. Axşamın karbohidratı da rasionda ola bilər. Bu fərqli karbohidratlar ola bilər. Əsas məsələ siz gün ərzində nə dərəcədə, hansı miqdarda karbohidrat qəbul edirsiniz, digər makronutriyentləri planlayırsınız. Balanslı qidadasınızsa, axşam da o cümlədən karbohidratı qəbul edə bilərsiniz. Sadəcə tövsiyəm bunu glikemik yükü aşağı karbohidratlardan, daha çox tərəvəzdən, hətta meyvədən belə ala bilərsiniz. Bəli, yanılmadınız, düzgün eşidirsiniz. Meyvəni belə axşam karbohidrat əvəzi ala bilərsiniz. O şərtlə ki, axşam rasionunuzda bol miqdarda taxıl, buğda mənşəli, unlu qidalar yoxdur. Bu halda dediyim kimi tərəvəz və meyvə axşam karbohidratlarına çox sağlıqlı alternativ ola bilər.